Belə bir sual, özünüzə söz verəndə üzərində durursunuz. Adətən biz başqalarına söz verəndə onu bir ant kimi hesab edirik və yerinə yetirməyə çalışırıq. Hətta elə olur ki, biz onu istəməsək belə, artıq o necə deyirlər, söz ağzımızdan çıxıb deyə biz onu yerinə yetirməli oluruq. Ancaq düşünürəm ki, özümüzə o qədər də ciddi yanaşmırıq. Düşünsək, o qədər söz vermişik, amma üzərində durmadığımız bir çox məsələlər var. Ən sadə bir şeylərdən həftədə bir dəfə özümə vaxt ayıracağam, istirahət edəcəm, tam özümlə zaman keçirəcəm. Ancaq o həftələr gəlir və biz o verdiyimiz sözü əməl etmirik. Harasa getmək, nəyisə oxumaq, sağlam qidalanmaq və yaxud da özümə hər hansısa bir hədiyyəni alacağam deyirik. Hansısa kitabı oxuyacağam. Söz verirəm ki, mən bu ay bu kitabı oxuyacağam və ya ola bilər ki, bir xarakterimizdə nəyisə dəyişmək, söz verirəm ki, mən artıq bugündən bunu etməyəcəm. Bir vərdişimiz ola bilər, asılılığımız ola bilər, negativ ünsiyyətdən qaçmaq. Sizcə niyə belə olur? Mən düşünürəm ki, biz başqalarına söz verəndə ona görə onun üzərində dururuq ki, həmin adamların yanında mənfi obrazda görünmək istəmirik. Yəni, sözündən qaçmaq, məsuliyyətsiz olmaq və yaxud da yalancı olmaq. İstəyirik ki, biz əgər o sözü vermişiksə, dürüst biri kimi görünək. Yəni, onun necə olur olsun mütləq yerinə yetirək və yaxud da qarşı tərəf bizim haqqımızda müsbət fikirdə olsun ki, hə, bu adam bu sözü verdi və üzərində durdu, bu adam yaxşı insandır, belə deyək. Ancaq özümüzü isbatlayırıq, yəni başqasına. Bəs özümüzdə bunu niyə əməl etmirik? Qeyri-ciddi yanaşırıq və deyirik ki, edərəm. Yola vermiş kimi özümüzlə davranırıq, elə bilirəm. Və edərəm dedikcə də o müddət uzanır və o həmin sözlər də elə söz olaraq qalır, yəni ki, reallaşmır. Mən belə düşünürəm.